Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam hörmətli izləyicilər. Sizi gündəmi silkələyən ən sensasiyalı xəbərlərlə tanış edirik. Ölkədə şok hadisə, baş prokurora ağır itki üz verdi. Tanınmış şəxs Faik Hüseynovun qəfil vəfatı böyük sarsıntı yaradıb. Digər tərəfdən isə müəllimlər üçün sevindirici xəbər, maaş artımı gündəmdədir. Bu istiqamətdə ciddi addımların atılacağı gözlənilir. Minimum əmək haqqının artırılması ilə bağlı müzakirələr isə daha da qızışıb hamını bir sual düşündürür. Artım nə qədər olacaq? Beynəlxalq aləmdə isə qalmaqallı iddia yayılıb İranda qadın nazirin edam edildiyi bildirilir. Hadisənin pərdə arxası isə böyük maraq doğurur. Ən son və ən səs-küylü xəbərlər üçün bizi izləmədə qalın. Baş prokuror Kamran Əliyevin ailəsinə ağır itki üz verib. Oxu24.com xəbər verir ki, baş prokurorun anası vəfat edib. Mərhumun dəfn mərasiminin Gəncə şəhərində keçiriləcəyi bildirilir. Bu ağır itki ilə əlaqədar Kamran Əliyevə və ailəsinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin. Xəmsə milli intellektual oyununun yaradıcısı Faik Hüseynov dünyasını dəyişib. Bu barədə Oxu24.com-a onun yaxınları məlumat verib. O 2018-ci ildə ilk dəfə olaraq nə arada nə zaman oyunu üzrə Beynəlxalq Klublar Assosiasiyasının konqresində idarə heyətinə seçilən Azərbaycanlı olub. Faik Hüseynov Azərbaycanda bir çox intellektual oyunların təşkilində mühüm rol oynayıb. Allah rəhmət etsin. Müəllimlərin maaşlarına yenidən baxılması təklif edilir. Oxu24.com xəbər verir ki, mövcud qaydalara əsasən sertifikatlaşdırma imtahanından keçən vətəndaşların əmək haqqıları onların topladıqları bala uyğun qiymətləndirilir. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Mehriban Vəliyeva deyir ki, sertifikasiya prosesi təhsilin keyfiyyətinə təsir edən iri həcmli islahat paketidir. Buna baxmayaraq, müəllimlərin əmək haqqılarının diferensial şəkildə artırılması mexanizmi ümumilikdə müsbət addım olsa da, mövcud sistemdə bəzi məqamların təkmilləşdirilməsinə ehtiyac var. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov da mövcud sistemdəki bəzi uyğunsuzluqlara diqqət çəkib. Bildirib ki, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqıları 10-51-60 ballıq nəticə göstərənlərin isə 35% artır. Hazırda 48-51 bal toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10%dir. Mövcud qaydalarla 83%, yəni 50 bal toplayan müəllimin maaşında 10%, cəmi 1 bal çox toplayanda isə 35% artım olur. Deputat vurğulayıb ki, beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq 80%-dən daha çox nəticə göstərənlərin maaşlarının 10 deyil, 35% artırılması məqsədə uyğundur. Onun edam hökmü icra edilərkən dar ağacındakı kəndir qopur. Söhbət ölümün astanasında belə öz sözündən dönməyən, azadlıq uğrunda mübarizə aparan bütün qadınların səsinə çevrilən, saxta ittihamlarla edama məhkum edilən, İran tarixinə ilk qadın nazir kimi iz qoyan Fərruxru Parsadan gedir. Onun qadın hüquqları uğrunda apardığı mübarizə İran cəmiyyətində hansı dəyişikliklərə səbəb oldu? İranın belə bir təhsil naziri olub Fərruxru Parsa. Mən qalın örtük altında şərəfsiz həyat yaşamaqdansa, ölümü qucaqlamağı üstün tuturam. Bu qadın nazir 8 may 1980-ci il tarixində Xomeyniçilər tərəfindən edam olunub. Dar ağacından yıxılandan sonra güllələnib. Edama səbəb qadın nazirin çadıra altına girməsindən etiraz etməsidir. O, evladlarına ünvanladığı son məktubunda bu sözləri yazmışdı. Mən həkiməm. Ona görə ölümdən qorxmuram. Ölüm sadəcə bir andır və ondan artıq bir şey deyildir. Mən qalın örtük altında şərəfsiz həyat yaşamaqdansa, ölümü qucaqlamağı üstün tuturam. Mən yarım əsrdən çox kişi və qadın bərabərliyi uğrunda mübarizə aparmışam və indi heç kəsin qarşısında diz üstə çökməyəcəyəm. Mən çadıra daşımaq və tarixdə geriyə addım atmaq istəmirəm.
Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən Əmək Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib. Yeni dəyişikliklərə əsasən minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Qeyd edək ki, sonuncu dəfə minimum əmək haqqı məsələsinə 2025-ci ilin yanvarın 1-də baxılıb və o zaman minimum əmək haqqı 400 manat müəyyən edilib. 2026-cı ildə minimum əmək haqqı məsələsinə yenidən baxılacağı və bu məbləğin artırılacağı ehtimal olunur. Milli Məclisin deputatı Vüqar Bayramov HİTAZ açıqlamasında bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən minimum əmək haqqı ildə ən azı bir dəfə artırılmalıdır. Bu dəyişiklik Prezident İlham Əliyevin təşəbbüsü ilə qanunvericiliyə əlavə olunub və artıq bu məsələ hüquqi qaydada tənzimlənir. Bundan sonra minimum əmək haqqının artırılması təsadüfi və ya qeyri-müntəzəm olmayacaq. Müəyyən qaydalara uyğun şəkildə həyata keçiriləcək. Millət vəkili vurğulayıb ki, dövlət mütəmadi olaraq bu məsələni nəzərdən keçirəcək və iqtisadi vəziyyətə uyğun qərarlar qəbul edəcək. Minimum əmək haqqının artırılması əhalinin gəlirlərinin yüksəlməsinə, insanların alıcılıq qabiliyyətinin artmasına və ümumilikdə sosial rifahın yaxşılaşmasına müsbət təsir göstərəcək. Ona görə də bu addım sosial siyasətin vacib istiqamətlərindən biri hesab olunur.